Herkese salam. Növbəti faydalı videoma xoş gəlmisiniz. Bu videomda sizə əmək haqqının hesablanması xidmətindən istifadə edərək maaşınızın düzgün hesablanıb hesablanmadığını necə yoxlamaq mümkün olduğunu göstərəcəyəm. Bir çox insan aylıq aldığı əmək haqqının tam olaraq necə hesablandığını, hansı tutulmaların tətbiq edildiyini və xalis maaşın necə formalaşdığını bilmir. Artıq rəqəmsal dövlət xidmətləri sayəsində bu məlumatları onlayn şəkildə öyrənmək və əmək haqqınızı daha dəqiq şəkildə yoxlamaq mümkündür. Xüsusilə də MyGov platforması üzərindən təqdim olunan xidmətlər istifadəçilərə bu prosesi daha rahat və əlçatan edir. Bu videoda mən öz əmək haqqım üzərindən real nümunə ilə sizə addım-addım göstərəcəyəm ki, əmək haqqının hesablanması necə aparılır, xalis maaş necə müəyyən edilir və siz aldığınız məbləğin düzgün olub-olmadığını necə yoxlaya bilərsiniz. Əgər siz də əmək haqqınızın hesablanma qaydasını öyrənmək və maaşınızı daha düzgün analiz etmək istəyirsinizsə, videonu diqqətlə izləyin. Bu prosesi biz MyGov ekranda baxdığınız MyGov tətbiqi üzərindən həyata keçirəcəyik inşallah. Birinci növbədə MyGov tətbiqinə daxil oluruq. Buradan xidmətlər baxırsınız aşağıda, xidmətlər yazılan yerə toxunuruq. Sosial müdafiə və təminat baxırsınız, yazılan yerə toxunuruq. Yuxarı qalxırıq. Baxırsınız, əmək haqqı hesablanması. Bu bölməyə keçid edirik. Əmək haqqının hesablanması. Deməli, burada diqqətli olun. Diqqətlə baxın buraya. Deməli, yuxarıda əmək haqqı gross, yəni vergi tutulması, vergi sosial tutulması, yəni olmadan, necə deyim, xalis yox. Ümumi, məsəl üçün, məndə minimum əmək haqqı 400 AZN-dir. Yəni, mən əmək haqqı bu hissəyə 400 manat, 400 AZN qeyd edirəm. Deməli, sektor bölməsinə keçirik. Məsəl üçün, mənim işim qeyri-dövlət, qeyri-neft sektoru. Baxırsınız, rezident, dövlət, neft sektoru, qeyri-dövlət, qeyri-neft sektoru. Mənim işim qeyri-dövlət, qeyri-neft sektoruna aiddir. Mən bu bölməni seçəcəm. Sizdə fərqli ola bilər. Deməli, vergi güzəşti olan hissəyə, məsəl üçün, mənim əmək haqqımda vergi tutulmalı olan aylıq gəlir 200 manat məbləğində azaldılır. Bax, məndə buna aiddir. Bu yazıya aiddir məndə. Mən bu yazını klikləyirəm. Digər tutulma faizlər məndə yoxdur. Və bunları əlavə edəndən sonra mən öz maaşım üzərindən hesabla, baxırsınız, hesabla yazısına toxunuram. Budur, anında mənim əmək haqqım, məsəl üçün, deməli, məndən vergi, sosial və icbari tibbi sığortaya çıxandan sonra 378 manat xalis əmək haqqı baxırsınız. Sizin hesablanmış xalis əmək haqqı net. Yəni, xalis əmək haqqı, deməli, 378 AZN-dir. Mən həqiqətən 378 AZN maaş alıram. Yəni, sizdə dediyim kimi fərqli ola bilər. Siz öz əmək haqqınıza uyğun bu cür hesablama apara bilərsiniz. Deməli, əmək haqqının hesablanması videosu bu qədər. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Əgər faydalı oldusa, bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Baxdığınız üçün sağ olun.